Hər kəsə salam. Bugün sizlərlə birlikdə ədəbiyyat oxuyuruq. Deməli, birinci ədəbiyyatda buradan başlayacağıq. Əmaşəmdən oxuyacağıq. Və Əmaşəmdən birinci nəzəriyyəni yox, nəzəriyyəni müəllimim sinifdə başa salacaq, sonra oxuyacaq. Birinci 4 mətn oxuyacaq. Və mən, yəni bildiyiniz kimi artıq anladınız ki, 3-cü qrupam. Əslində hal-hazırda 9-cu sinifəm, amma mən həmişə 10-cu sinifin hazırlıqlarına indidən başlayıram. Məsələn, 9-cu sinifin hazırlıqlarına da yaydan başlamışdım. Ona görə də indidən başlayıram. Yox istəyirsiniz. Bu arada sizə yeni planerimi göstərəcəm. Bu mənim yeni planerimdir. Dünən aldım. Açılışına baxmaq istəyirsinizsə, buyurun. Bugün blokuma kalmışam, onu açıq. Çox gözəldim. Sadə şey, belə. Amma qəşəng. Bəli, açılışına baxdınız. Belə, mən 9-cu sinifdə də planer tutmuşdum. Yəni, mütləq şəkildə planer tuturam. Çünki məncə insan daha məsuliyyətlə oxuyur onda. Bilmirəm, mən elə düşünürəm. Başlayalım. Bu hafta başqa haftalara bənzəmirdi. Ömrü boyunca bir heyvan öldürmüşdü. Nədən bir quş yaralamışdı. Bəli, bu haftanın qan xoş gəlməzdi. Onun min bir hava çalan gözəl tütəyi, bir də at tükündən toxunmuş möhkəm bir dələsi var idi. Gündə meşəyə gedər, cələni qurardı, özü də bir tərəfdən durub tütəyi çalardı. Oxucu gözlərdi, eləcə quşların birisi dələyə girdi, ip çəkərdi, quş tutub evinə gətirərdi. Biraz onun evə cürbəcə quşlarla dolu olardı. Həm onları gemlər, bəslər, oxudu qulaq asar, həm də hərdən birisini satıb çörək pulunu çıxarardı. Oxucunun İbrahim adlı balaca oğlu var idi. Günlərin bir günü İbrahim bay-bay çatmamış, atası xəstələnib öldü. Bay-bay. Dul arvad balaca İbrahim gündəlik çörək puluna da möhtac qaldılar. İbrahim balaca olsa da səbirli, dözümlü, iradəli uşaq idi. Nə qədər çətinlik çəkdilərsə də İbrahim atasından yadigar qalmışdı, tütəyi və cələni satmadı. Belə oldu, belə olar, bəli. Ay keçdi, il dolanda İbrahim böyük cavan bir oğlan oldu. Çox yoxsul atası olduğundan ona getmə İbrahim deyirdilər. Elə ki İbrahim 15 yaş tamam oldu, anasına dedi: "Ana, mən daha uşaq deyiləm. Gətir atamdan qalan tütəyi bir də." Bəli, oxudum, bitirdim. İndi əsərin təhlilini oxuyacağam. Deməli, bitirdim bunu oxuyub. Bitirdim. Bu təhlil oxuyub. İndi bu təhlildən yadımda qalanları bir qeyd çıxardacağım bu dəftərə. Çox şirin. Həqiqətən. Çox şirin. Belə kiçik bir qeyd çıxartdım. Qalanın müəllim sual cavab eləyəndə, yəni mənə nə suallar verirsə, oradan onları da qeyd edəcəm. Yəni sualları qeyd şəklində gətirib onları da yazacağam. Hələ belə qalsın. Mən bugün bir dənə Yetim İbrahimin nağılını oxudum. Hər gün az oxuyuram. Belə. Bitdi. Ədəbiyyat vloqum bu qədər idi. Ümid edirəm ki, video bəyəndiniz. Sonrakı dərs vloqlarımda görüşənə qədər. Yəqin növbəti dərs vloqum tarix və ədəbiyyat ikisi bir yerdə olacaq. Short videoma baxmağı, abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.